Ünsiyyət. Gəlin özümüzü, bir-birimizi tanıyaq, ünsiyyət edək. Yaradanımızı tanıyaq. Hər şənbə saat 11-də Radio Space-də İmam Nuruna doğru. Allah the Almighty, Allahu Allah, protect me and guide me, Allahu Allah, oh, to your love and mercy, Allahu Allah, Ya Allah, don't deprive me, Allahu Allah, from beholding your beauty, Allahu Allah, oh my Lord, accept this plea, Allahu Allah. حسبي ربي جل الله 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 ما في قلبي غير الله 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 वो तन्हा कौन है अल्लाह अल्लाह बादशाह वो कौन है अल्लाह अल्लाह मेहरबा वो कौन है अल्लाह अल्लाह क्या ऊंची शान है अल्लाह अल्लाह उसकी सब निशान है अल्लाह अल्लाह सब दिलों की जान है अल्लाह अल्लाह حسبي ربي جل الله 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 ما في قلبي غير الله 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 Salam, hörmətli ünsiyyət sevərlər. Hər bir düşünən insan hardan gəldiyi, hara, necə gedəcəyi suallarına cavab axtarır. Yaradılışı ilə son nəticə arasındakı yol hansı mərhələlərdən keçir? İnsanın ölümündən sonra nələr baş verir? Doğrudanmı axirət həyatı, cənnət və cəhənnəm deyilən məkan vardır? Yaşanan dünya həyatının cavabdehliyi yoxsa həyatın mənası nədir? Hörmətli dinləyicilərimiz, bugün ilahiyatçı Nərgiz xanım Mirzəliyeva ilə diqqətinizə çıxardığımız mövzu bu suallardan doğan axirət inancı ilə bağlıdır. Siz suallarınızı 596-71-04 sayılı telefona zəng edib verə bilərsiniz. Nərgiz xanım, Quran-ı Kərimdə ölüm, axirət həyatı, əməllərə görə cavabdehliklə bağlı xeyli sayda ayələr var. Ölümdən danışmazdan əvvəl istərdim insanın yaradılış məqsədinə nəzər salaq. İnsan bu dünyaya hardan gəlib, niyə gəlib? Buyurun Nərgiz xanım. Mən əvvəlcə dinləyicilərimizi Allahın salamı ilə salamlayıram. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun deyirəm. Bu çox önəmli bir məsələdir əslində. Yəni, düşünən hər kəs bu haqda hər halda düşünməlidir. Nədən bu dünyada var olması, nə üçün bu dünyaya gətirilib, gəlib? Yəni, bundan heç soruşmadılar, istəyirsənmi, istəmirsənmi? Amma o burada var və nə üçündür? Yəni, bir müddət burada yaşayıb az-çox və sonra ölüb yox olmaqdan ötürümü? Yəni, bundan ötürümü bu qədər iş görülüb? Yəni, insan kimi bir mürəkkəb bir məxluq yaradılıb. Səmalar, yer yaradılıb. Bütün onu əhatə edən hər şey. Nədən üçün? Nədən ötürüdür bu? Və bunun sonrası varmı? Ən maraqlı hissəsi də elə budur ki, bunun sonrası varmı? Çünki bu, indi gözümüzün qarşısında olan hər şeyi görürük, görə bilirik. Amma görə bilmədiyimiz bu sonra nədir?
Amma Qurani-Kərimdə Allah Teala bildirir və Muhammed sallallahu əleyhi və səlləmin danışdığı hədislərdən də bildirilir ki, sonrakı həyat var. Bu axirətdir. Buna inanmaq lazımdırmı, deyilmi? Kimlər buna inanırlar və inanmağın xeyri nədir? Çox önəmli məsələlərdir sözsüz. Allah bu imanın 6 şərtinin 5-incisidir. Yəni ki, imanın şərtləri budur ki, Allaha, mələklərə, kitablara, peyğəmbərlərə, axirət gününə və qəza və qədərə inanmaq. Axirət gününə inanmaq, Allaha inanan hər kəs axirət gününə inanmalıdır. Yəni axirətdə Allaha inanıram, axirətdə inanmıram. Hə, indi biz inşallah deyək, axirət nədir axı? Yəni Allaha inanan hər kəs axirət gününə inanmalıdır, ən azından ona görə ki, Allah Teala Quranında, kitabında, bütün kitablarda, yəni bütün səmavi kitablar axirət haqqında xəbər verir və mütləq olacağı haqqında xəbər verir. Nədir bu? Yəni bizim gözümüzlə görmədiyimiz bu var olan nədir? Biz ona necə inanmalıyıq və inanmamızın bizə nə faydası var? Yəni insanların Allahın huzurunda hesaba çəkilmək üçün dirildiləcəkləri, ya nemətlər yurdu olan cənnət, ya da şiddətli əzab yurdu olan cəhənnəmdə qalacaqları, o özündən sonra başqa bir günün olmayacağı axirət gününə inanmaqdır. Özündən sonra bir günün olmayacağı. Bilirsinizmi, burada qəribə bir söz var. Yəni gün sayı, gün sözü bu dünyaya aiddir. Axirətdən sonra, axirət qiyamət deməkdir. Axirətdən sonra gün sayı olmayacaq, çünki əbədiyyət başlayır. Və axirət günü Allahın insanları əməllərinin qarşılığını verməsi üçün dirildəcəyi qiyamət günüdür. Ona bu adım verilməsinin səbəbi ondan sonra gün olmayacağına görədir. Çünki artıq cənnətliklər cənnətə, cəhənnəmliklər cəhənnəmə yerləşdiriləcəklər. Bütün bunlar Allahın kitabı Quranda və Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləmin verdiyi xəbərlərlə sabitdir. Mümin surəsi 59-cu ayədə deyilir. Qiyamət mütləq gələcəkdir. Ona heç bir şək şübhə yoxdur. Lakin insanların çoxu inanmaz. Yenə Əz-Zariyat surəsi 5-ci 6-cı ayətdə sizə vəd edilən qiyamət həqiqətdir. Haqq hesab, cəza və mükafat da labüddür. Bu bizə nədən ötürü lazımdır? Yəni əslində Quran qeybə inananların kitabıdır. Qeyb, yəni gözlə görünməyən. Yəni əslində biz Allahı görürükmü? Yox. Yəni axirət, cənnət, cəhənnəm bunları da görmürük, amma Rəbbimiz bizə deyib deyə biz ona inanırıq. İman, inanmaq, iman etmək də elə əslində budur. Və kitab da, Quran da onlar üçündür. Və həqiqətən axirət də, xoş gələcək də, axirətdəki xoş gələcək də onlar üçündür. O kimsələr ki, görmədən iman etdilər. Çünki onlara onların Rəbbi, onları yaradan dedi. Çünki onlara Allahın Rasulü Muhammed sallallahu aleyhi və səlləm və ona qədər olan bütün rasullar bunu xəbər verdilər. Deməli, burada bir həqiqət var. Yəni, olan bir şeyi əgər biz görmürüksə, onu yoxdur deməklə o yoxa çıxmayacaq ki. Yəni, bir balaca düşünmək bu sualın cavabını verir mənə elə gəlir ki. Bəlkə də düşünməkdən daha çox üzr istəyirəm Nərgiz xanım, bir qəlbimizin səsinə qulaq asmaq, fitrətimizə qulaq asmaq. Bəs, orada var bunlar. Bəli. Bilirsiniz, hər kəs əbədiyyət arzusundadır. Yəni, əbədiyyət arzusunda olan bir çoxları var. Yəni, o fitrətdə var artıq. Amma bu necə bir əbədiyyətdir? Ona qovuşmaq necə olacaq? Və harda olma, hansı əbədi yerdə? Yəni, nemətlər yerinə nail olmaqmı, yoxsa əzab yerinə düşməkmi? Amma orada bitməyəcək bu şey. Yəni, nemətlər içində olanlar üçün də nemət, gözəllik, rahatlıq, yəni cənnət deyilən o yer, o da əbədidir. Amma əzablar diyarı olan o yer də yəni əbədidir. Yəni, inananlar bundan ötürü çalışsınlar. İnananlar bundan ötürü çalışırlar. Yəni, iman etmiş hər kəs
bundan ötürü çalışmaya bilməz. Yəni düşünülmüş şəkildə və ya deyək ki, qarşısına bu məqsədi qoymadan da, amma bütün əməlləri ilə, bütün varlığı ilə, etdiyi bütün işlərlə buna doğru gedir. Çünki Allaha inanır. Allaha inanırsa deməli onun kitablarına, peyğəmbərlə və mütləq axirətin olacağına inanır. Siz bayaq sadaladınız bunları. İnanan insan bəli buna doğru gedir. Amma inanmayan da buna doğru gedir. Yəni o istəsə də, istəməsə də buna doğru o öz gedir. inamı ilə, bu isə inamsızlığı ilə gedir. Təəssüflər olsun. Hə, inanmayanda bu yolu onsuz da gedir və gedəcək. Çünki qayda budur, Allahın istəyi budur. Bizim bu dünyaya gəlməmizin məqsədi elə o axirətdəki gözəl yurdu qazanmaqdır. Yəni biz burada təsadüfi deyilik. Burada nə qazanacağıqsa orada onu əldə edəcəyik. Yəni dayanacaq yerimizdir. Bəli, son dayanacaq yeri, amma oradan artıq çıxış yoxdur. Dünya müvəqqətidir. Keyfləri ilə, ləzzətləri ilə, gözəllikləri ilə necə olursansa ol, necə yaşayırsansa yaşa. Bu da müvəqqətidir. Sıxıntısı, xəstəliyi, ağrısı burada yenə o da müvəqqətidir. Yəni bura axır başı bütün hər şeyin bitəcəyi bir yerdir. Amma elə bir yer var ki, o ki cənnət və cəhənnəm adlanır, o orada bitməyəcək. Cənnətdəki gözəlliklər bitməyəcək, cəhənnəmdəki əzab, ağrılar da bitməyəcək. Yəni bu qorxutmaq deyil, bu əslində insanın həyatına düzən verməkdir və gözəl bir düzən verməkdir. Yəni istəyən özü üçün seçim etsin. İnanmaq istəyəni Allah mütləq rəzil etməyəcək. Kim ki inanmaq istəyəcək, Allah onu mütləq yönəldəcək, o inamı ona verəcək. Çünki Allah Teala bunu hər kəs üçün istəyir. Hər kəsin xoşbəxt olmasını, xoşbəxt gələcəyə qovuşmasını mütləq olaraq istəyir. Amma hər kəs bunu anlamaq istəyirmi? Yəni ağıl bizə nədən ötürü verilib? Bu şeyləri dərk etmək üçün, bu şeyləri anlamaq üçün. Məgər biz bu dünyada hər gördüyümüzə inanırıq. Biz ağlı görürükmü? Ağlı görmürük. Amma inanırıq ki, hətta danışanda deyir, filan kəsin ağlı var, o birisininki yoxdur deyirik. Nə bilmək, bir çox şeylər. Hansı ki, biz onları görmədən ona inanırıq. Bəs nədən? Nədən Allah-u Teala'nın xəbər verdiyi o möhtəşəm xəbərə inanmamaq istəyirik, ya şübhə altına alırıq, hələ bir fikirləşirik ki, görəsən bu nə deməkdir? Əfsanədir, nağıldır. Əfsanədirsə niyə Allah bu haqda danışır? Əfsanədirsə nədən insanların ən üstünü peyğəmbərlər, onlar insanların ən üstünləridirlər. Yəni onların da ən sonuncusu ən üstünü Muhammed sallallahu aleyhi və səlləm. Yəni onlar nədən görəsən buna inanırlar? Çünki Allah bunu deyir. Yəni Allahın da sözünə inanmayandan sonra kimin sözünə inanılmalıdır ki? Sözlərin ən doğrusu Quran-ı Kərim olduğu halda. Nərgiz xanım, istərdim Quran-ı Kərimdən ayəni oxuyum. Cümə surəsi 8-ci ayədə buyurulur ki, de ki, qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilən Allahın huzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir. Yəni ölüm bu bir haqq, bu məlum. Bundan heç kəs qaça bilməz. Amma ölüm yox olmaq demək deyil. Bir başqa bir həyata, bir əbədi həyata bayaqdan siz buyurduğunuz kimi keçid üçün bir bəhanədir deyək belə. Elə deyilmi? Və sonra sorğu-sual var. Bu da ayə. Amma baxın, bu çox gözəl bir, burada çox gözəl bir hikmət var. İnananlar artıq həyatlarını o inamlarına görə quracaqlar. Yəni onlar bir hesab gününün olacağına inanırlar və hər şeyin hesabını verəcəklər deyə artıq onlar hərəkətlərinə, sözlərinə diqqət edərlər. Yəni Allahın qoyduğu qanunlara tabe olmağa çalışarlar. Yəni baxarlar ki, nəyi etsinlər, nəyi etməsinlər. Bu həyata düzən verməkdir. Bu qorxutmaq deyil ki, bu əslində rahatlamaqdır. Yəni rahat olan adamın yanında da rahat olursan. Rahat olan adam özü rahatdır, başqalarını da incitmir. Çünki o axirətə inanır, hətta qəlbinə bir pislik gəldiyi zaman həmən onu qaytarır, ona görə ki, bilir ki, bunun hesabını verəcəkdir. Amma
İnanmayan özü də pis gündədir, yəni sıxıntılar içində, paxıllıq oradan, nə bilim axı dedikodular buradan, ətrafındakilara da gör nə qədər ziyan vurur. Yəni öz halı ilə ətrafındakilərin də halını pozmaqla məşğuldur. Ona görə də inanan adam düzənli bir həyat yaşadığı üçün onun yanında da düzənli bir durum yaranır. Yəni orada bir istiqamət var. Orada bir intizam var. Yəni orada xaos yoxdur. Ahəng var. Hə, orada bir ahəng var, çünki yəni həqiqətən ahəng sözü çox qəribə bir sözdür, yəni. Bütün kainatda bu ahəng var. Yəni Allah Taala'nı yaratdığında heç bir ahəngsizlik görməzsən. Uyğunsuzluq görməzsən. Yəni Allahın içində heç bir qüsur yoxdur. Və bu ahəngə də bu inananların inamı, onların halı, onlar da bu ahəngə aid bir haldadırlar. Amma o birisilər isə bu ahəngi pozmaq istəyənlərdirlər. Amma onlar axı gücləri yetməz buna. Allahın qüdrəti qarşısında yenə də onsuz da təslim olacaqlar. Sadəcə özlərinə bir-iki yara qazanacaqlar, o qədər. Yəni Allahın onları qoyduğu yerdən onlar heç vaxt çıxa bilməyəcəklər. Qoyduğu o nizamı heç nə ilə poza bilməyəcəklər. Ona görə də ən gözəli, ən sadəsi, ən rahatı Allaha təslim olmaq yolundadır. Və təslim olub da onun istədiyi kimi olmaq, onun razılığını qazandıracaq hər şeyə sarılmaq, onu razı salacaq şeylər, baxın nədədir? Yəni əxlaqda, gözəl əxlaq. İmandan sonra mizan tərəzidə ən ağır gələcək olan əxlaqdır. Niyə görəsən? Çünki əslində inamın özündə əxlaq var. Yəni Allaha münasibət inamla əlbəttə ki, gözəl olacaq. Və gözəl əxlaqa aid olmayacaqmı bu? Bu da gözəl əxlaqa aid olacaq və əxlaqın başında duran bir işdir bu. Ki, Rəbbinə qarşı, ona, yaradana qarşı necə bir əxlaqla davranmalı, ona qarşı necə olmalı, onun haqqında necə düşünməli. Yəni, düşüncədən başlamırmı, hisslərdən, əxlaq oradan başlayır. Hər kəs elə bilir ki, hərəkətdən, salam verməkdən, oturmaqdan, durmaqdan, xeyr, elə deyil. İlk öncə qəlb, ilk öncə o içəridə hisslər deyilən bir şey, o nizamlı, gözəl olduğu zaman hərəkətlərə də gözəl şeylər çıxacaq. Amma içəri xarab olduğu zaman, qəlb xarab olduğu zaman oradan nə hasil olacaq ki? Əlbəttə ki, nə qədər özünü gözəl göstərməyə çalışsa da, amma axır başı əsl onun içərisində, qəlbində olan mütləq ortaya çıxacaqdır. Və o da onun hansı əxlaq üzərə olduğunu bildirəcəkdir. Və qəlbi nizamlı saxlamaq üçün nə etmək lazımdır? Nə etmək? Əlbəttə ki, Rəbbinin istədiyi kimi olmaq, ondan yardım diləyərək, mütləq ondan. Çünki güc və qüvvət sahibi mütləq olaraq Allahdır. Onun bizə vermədiyi heç nəyə sahib deyilik. Etdirmədiyi heç nə edə bilmərik. Kim nə deyir desin, istəyirlər etdikləri hərəkətə, bildiklərinə, qazandıqlarına, nə ad qoyurlarsa qoysunlar, Allahın dediyi ən doğru sözdür. Və o ən doğru söz də ondan ibarətdir ki, yəni Allah istədiyinə istədiyi qədər verər. İstədiyini ucaldar, istədiyini alçaldar. Bura imtahan yeridir. Bura o yerdir ki, burada pislə yaxşı, acı ilə şirin, xəstəliklə sağlamlıq, gözəl ilə kifir, nə bilim, əxlaqlı ilə əxlaqsızın bir yerdə olduğu bir yerdir. Amma axirət, illah da axirət o yerdir ki, orada bunların arası ayrılacaqdır. Çünki orta yer yoxdur. Orada yaxşılar bir tərəfə, pislər bir tərəfə olacaqlar. Heç vaxt bu nizam, intizam orada pozulmayacaq. Burada isə bunların bir yerdə olması, imtihanın hasil olması üçündür. Yəni, bütün bunlarla biz ancaq və ancaq imtihandayıq və bizə özümüzə göstərilir. Yəni, Allah Teala bilir onsuz da biz nə edəcəyik. Nə etmişik, nə idik, nə edəcəyik, necə olsaydı, necə olardığını bilir Allah Teala. Amma bizə, axı, biz sabah demə, ya Rəbbi, sən mənə deməmişdin, bilmirdim. Mən bilmirdim ki, bu lazımdır, bu lazım deyil. Bütün bizim bu bəhanələrimizi kəsmək üçün
Çox gözəl cürbəcür şəkillərlə, cürbəcür sözlərlə başdan ayağa Qurani-Kərim elə onu anladır ki, necə ol ki, necə olsun. Yəni bu dünyanın, yaşadığımız bu dünyanın bir müvəqqəti yer olduğunu Allah Taala dönə-dönə bizə vurğulayır. Və çox maraqlı bir hədis oxudum. Mələklər Allah Taala'dan bu qədər insanı, yəni biz insanlar yaradılmamışdan qabaq Allah Taala, Uca Allah bizim ruhumuzu yaradıb və mələklər soruşur, ya Rəbbim, bu qədər insanı necə yerləşdirəcəksən yer üzündə? Allah Taala deyir, mən onları fasilə ilə, yəni onların növbə-növbə gətirəcəyəm yer üzünə. Yəni indi yaşayan biz insanlar növbəmizi yaşayırıq. Amma baxın, Bəli. növbə-növbə. Sadəcə Amma axirət növbə. günü növbəsiz hamı birdən Bəli, dirildiləcək. baxın, Allah Taala'nın qüdrəti. Yəni biz növbəmizi yaşayırıq. Bircə bunu anlasaq ki, biz bu dünyada öz növbəmizi yaşayırıq. Və bizdən sonra gələnlər, ondan sonra gələnlər, yəni nə bax, bunu artıq biz bilmərik. Amma anlayanda ki, biz bu dünyada öz növbəmizi yaşayırıq. Müvəqqəti bir həyatdır. Müvəqqəti bir zamandır ki, Allah Taala bizə buraxıb və bundan sonra bizim əməlimizə uyğun əbədi həyat bizi gözləyir. Baxın. Bəli. Əməlimizə uyğun sözü biraz, yəni ideal insan yoxdur, Yoxdur. ola da bilməz. Yəni ideallıq ümumiyyətlə mükəmməllik, kamillik insana aid deyil. Yəni Allah insanı kamil yaradıb, hə. Amma insan özü əməlləri ilə, nə bilim nələri ilə, yəni o mükəmməl ola bilmir. Yəni insan halı bu. Allah Teala bizim bu halımızı bilir və rəhməti ilə o kimlər ki çalışacaqlar, çabalayacaqlar bu dünyada, axirət üçün çalışacaqlar, Allah onların zərrə qədər əməlini zayi etməyəcək. İnşallah. Mütləq onun qarşısına o xeyri hətta artıraraq çıxardacaq. Çünki o çox böyük rəhmət sahibidir. Yəni onun hər işi öz böyüklüyünə layiq olduğu kimi rəhməti də öz böyüklüyünə, izzətinə yaraşandır. Amma bu rəhmətə aldanmaq olmaz. Yəni əlbəttə ki o bağışlayandır, rəhimlidir. Qul tövbə etdiyi anda hətta qəlbində sadəcə hələ heç dilinə gətirməmiş, qəlbində peşman olduğu zaman Allah Teala onu bağışlayır. Amma bu peşmançılığa çatmaq axı var. Yəni özünün qüsurlarını görə bilmək ki, nə elədi, necə davransın, nə etsin, necə özünü aparsın. Yəni həqiqətən bütün bunların çox rahat izahı da var. Yəni cavablar hasandır, amma axtarıb bilmək istəyənlər üçün. Bu yaxınlarda yəni mən televizora baxmağı heç sevmirəm, amma təsadüfən ötəri bir şey eşitdim ki, Quran Azərbaycan dilində olsaydı da, bəyəm Azərbaycan dilində Quran yoxdur ki? Kifayət qədər, yəni tərcümələr artıq. Özdə indi laf çoxdur. Əvvəllər əgər belə şey tapmaq mümkün deyildisə, indi tərcümələr də çoxdur, düzdür. Tərcümə hələ Quran demək deyil, amma yenə də bu bir. İkincisi, nə yaxşı ingilis dilini öyrənmək üçün illərlə ömürlərini, nə bilim vaxtlarını, sağlamlıqlarını sərf edirlər. Nədən Quranın dilini öyrənmək üçün bir balaca səy göstərmirlər? Yəni burada bəhanəmiz yoxdur bizim. Allah bizim üçün asanlaşdırdığı qədər asanlaşdıran yoxdur. Çünki Quranda da Allah Teala deyir ki, mən sizin üçün asanlıq istəyirəm, çətinlik deyil. Hər şeydə bir asanlıq yolu qoyub. Edə bilmirsən əgər bu cür, başqa cür et. Yəni hətta baxın namaz qılanlar üçün asanlıq nə deyəndə nələr nəzərdə tutulur. Yəni namaz qıl deyir. Hər kəsə deyir qıl. Əgər ayaq üstündə qıla bilmirsən, otur qıl. Oturub qıla bilmirsən, uzan qıl. Əgər heç bir hərəkətin yoxdursa gözün ilə, hətta qəlbindən danışa bilmirsən, amma ağlın başındadırsa, hətta qəlbindən keçirərək gözün ilə, ima ilə qıl deyir. Oruç tutmaq, xəstəsənsə tutma. Yəni hamı indi hər bir xəstəliyi bəhanə edib orucdan qaça bilməz. Axı bilirsiniz, biz biri-birimizi aldada bilərik, Allah aldada bilmirik axı. O bizim halımızı çox gözəl bilir. O bilir ki, kimin gücü nəyə çatar. Allah heç kimə gücünün çatmadığını heç vaxt yükləməz. Heç vaxt. Hər kəsin kimin nə yükü varsa mütləq o gücü ona verib. Mütləq o yükü daşıyacaq qabiliyyətdədir ki, Allah Teala ona o şeyi yüklüyor. Və hətta ibadət.
Yəni insan ibadət edəcək qabiliyyətdə yaradılıb. Yəni yaradılışdan bəri başdan insan o qabiliyyətdə yaradılıb. Yəni ibadət edə biləcək qabiliyyətdə, hətta qəlblər yəni ibadətə yönəlidirlər. Yəni Allahdan danışıldığı zaman hər kəs susur, hər kəs rahatlıq tapır. Anlamasa da, bilməsə də ki, nədən oldu görəsən, amma qəlbində bir huzur olur. Hansı ki insanlar biri-biri haqqında danışanda nə qədər sıxıntılar gəlir qəlblərinə. Onu da fərqində olsaydılar, amma fərqində olsaydılar, bəlkə biri-birini az zikr edib Allahı daha çox zikr edərdilər və bu onlar üçün hədsiz dərəcədə xeyirli olardı. Çünki Allah Teala Qurani Kərimdə deyir ki, məni zikr edin ki, mən də sizi unutmayım. Məni zikr edin ki, mən də nemətimə şükr edin ki, mən də artırım. Ya fikir verin. Yəni Allahı zikr etmək, Allahı xatırlamaq, Allahla olmaq, yəni insanın həyatının tərzinə çevrildiyi zaman təsəvvür edirsiniz, onun bütün işlərinə Allah özü zamin durur. Yönəldir. Mütləq. Gücü yetənə yönəldir. Faydalı olana yönəldir. Mütləq, mütləq. Allah heç vaxt azmaq istəməyən azdırmaz ki. Ancaq azmaq istəyən azır. Ya birisi deyir ki, Allah istəsəydi mən namaz qılardım. Nə lazımdır ki? Əlin ayağın tərpənmir bəyəm, ağlın dərk eləmir, gözün görmür, eşitmirsən. Və bu qədər şeylər olduğu halda niyə deyirsən ki, Allah istəsə, istəyib ki, bunları verib də sənə? Çünki axı deyir, insanları ibadət üçün yaratdım. İbadət üçün yaradıb, ibadət edə bilmək qabiliyyətini də verib, ondan ötürü əzaları da verib. Onu dərk edəcək ağlı verib. Ya hər şey var. Bəhanə nə oldu bəs? Tənbəllikdən başqa bir şey olmadı, elə deyilmi? Yəqin ki. Amma vaxt varmı tənbəllik eləməyə? Burada yaşadığımız hər an bizim üçün bir şansdır. Yəni hər üzümüzə açılan səhər bizim üçün bir fürsətdir. Bunun şükrünü nə ilə ödəyə bilərik? Amma hər açılan səhəri biz nə qədər dəyərsiz hesab edirik. Amma bir gün o səhər bizim üçün açılmaya bilər. Artıq Allahın hesabı ilə üz-üzə durduğumuz zaman halımız nə olacaq? Yəni bir balaca irəli düşünsəydik də. Çox lazım deyil. Yəni bu dünyada qalan olmadı ki. Hamı bilir ki, öləcək. Amma ölüb də hara olacağını bilənlər üçün artıq. Bilməyənlər özləri bilərlər. Onlar bilmək istəmir, onun üçün bilmirlər. Çünki bilmək istəyənə Allah Teala mütləq öyrədir, mütləq açır, mütləq göstərir. Yəni hər göz, yəni görmək qabiliyyəti olana Allah Teala göstərir. Amma o bilənlər heç zay etməsinlər hər açılan səhərlərini. Hər anlarını, hər yaşadıkları fürsəti, hər dəqiqəni özləri üçün axirəti qazanmaq fürsəti bilərək yaşasınlar. Yəni özüm üçün də deyirəm bunu yəni. Təbii ki. Hər kəs bundan istifadə etməlidir. Bu fürsətləri zay etməyin peşmançılığını mütləq çəkəcəyik. Və o elə bir peşmançılıq olacaq ki, yəni oradan artıq axı əməl yeri deyil, əməl yeri buradır. Yəni çalışmaq, qazanmaq yeri sanki bir iş yeri kimi dünyadır. Ya ondan sonrası axı öldü, qurtardı. Əməllər bitdi daha. Daha artıq edərəm, edəcəm. Ya məni bir daha dünyaya qaytar sözünə də yer olmayacaq. Çünki oradan hələ heç kim qayıtmadı, qayıtmayacaqdı. Yəni kifayət qədər vaxt verilib əslində. Düzdür, dünya həyatı qısadır, ömürlər, yəni əbədiyyətlə müqayisədə heç bir gün kimi deyir gələcək insana, yəni çox azdır. Amma ki ibadət edib bir işlər görmək üçün, axirət üçün çalışmaq üçün kifayət qədərdir. Allah da heç kimin o az əməlini azaltmayacaq, zay etməyəcək. Əksinə artıraraq onun qarşısına çıxaracaqdır. Bəli. Nərgiz xanım, axirətdə inam insana bir güvən hissi verir. İnsan rahat olur. Deyək ki, hətta ölümün özündən də qorxmur. Ölüm hadisəsi ümumiyyətlə, deyək ki, mən deməzdim ki, tamam bir qorxu hissi keçirmərik, yəni ki, var, o ölümdən sonra nə olacaq, əməllərimiz kifayət edəcəkmi, deyək ki, Allahın huzuruna çıxmaq üçün, üzü ağ çıxmaq üçün. Amma istər-istəməz o inam hissi yaranır, insanın içində bir ahəng yaranır. Bayaq biz ahəngdən də danışdıq.
Allaha inanan insan üçün ümumiyyətlə necə yaşamaq asanırsa, yəni ölüm anında da onun o rəhminə, rəhmətinə güvənərək daha rahat haldadır, nəinki o inanmayan. İnanmayan təsəvvür edin, yəni o qədər dünyanı fikirləşə yaşayıb deyə ölüm anında da dünyanı fikirləşəcək ki, filan işim qaldı, filan kəs qaldı, necə olacaq? Ya amma heç düşünmədi ki, sənsiz də bu dünya var idi və sənsiz də olacaq, olmalı şeylər olacaq mütləq. Yəni heç kim sənsiz ölməyəcək. Yəni bu Allaha inanmayanın halıdır. O həsrətlərlə yaşadı, əldə etdiklərinin həsrətində oldu. Etmək üçün həsrətində oldu. Sonra onu qorumaq üçün o həsrətlər, sıxıntılar çəkdi. Öləndə də onlardan ayrılmaq həsrəti ilə öləcək. Amma inanan adam bilir ki, bu nə üçün, nələr üçün çalışmalıdır. Və onun yəni əbədi onunla qalacaq bir şey varsa, onun əməli olacaq. O da onun imanı olacaq. İmandan əldə edəcəyi faydalar olacaq. Ya bunu bildiyi zaman o həm də axı bilir ki, onsuz da dünya davam edəcək. Onsuz da onun uşaqları böyüyəcəklər. Yəni o uşaqları Allah saxlayırdı. Sən sadəcə bir səbəb idin. Yəni Allah yenə də onları saxlayacaq. Lazım olan kimi özü saxlayacaq. Bəlkə səndən də yaxşı olacaq. Sənin onlara verdiyin əxlaqdan, tərbiyədən də daha yaxşı birisinə tapşıracaq onları. Olmayıbmı yəni? Yəni baxın, fikir verin. Məryəm əleyhissalam cənnət xanımlarından biri. Yəni onu Allah Teala özü necə tərbiyə etdi? Sonra Muhammed sallallahu aleyhi və səlləm baxın, atasız, anasız böyüdü. Amma Allah Teala onu necə gözəl əllərə təhvil verdi. Musa əleyhissalam düşməninin evində böyüdü, düşməninin və həm də Faraon kimi bir tərbiyəsiz, ona görə ki, elə onun birinci tərbiyəsizliyi onun hədsiz dərəcədə təkəbbürlü, özündən razı olması idi da. Özünü Allah və Rəbb elan etməsi idi. Bu cür birisinin evində Allah Teala Musa kimi möhtəşəm bir peyğəmbəri yetişdirdi. Allah üçün heç bir problemi yoxdur. Bəs burada nə hasıl olur? Deməli, biz ölüb getdiyimiz zaman falan kəs necə olacaq dərdini çəkməli deyilik. İnanan adam bu haldadır. Çünki o bilir, Rəbbini tanıyır. O bilir ki, Allah onsuz da yaşadacağını yaşadacaq. Bəlkə də bundan özündən daha xeyirli əllərə tapşıracaq özündən sonra. Çünki mən niyə evladdan danışıram? Çünki insanların ən çox sıxıntı çəkdiyi, yəni onları ən çox sıxan, ağrıdan o uşaqlarım, evladım, nə bilim, böyük, kiçik necə olacaqlar sualıdır. Necə olacaqlar? Allahın istədiyindən başqa onsuz da heç nə olmayacaq. Yəni onların qədərində nə varsa o olacaq və Allahdan da ancaq gözəl şey ola bilər. Biz heç nə ola bilməz. Ona görə birinci növbədə evladlarımızı Allaha inanan olaraq böyütmək məcburiyyətindəyik. Çünki yəni biz olmadığımız zaman da Allahı tanısınlar, bilsinlər, sıxıntıya, dərdə düşdükləri zaman hara müraciət edəcəklərini bilsinlər. Başa düşürsünüz mü? Yəni biz onlara ən imkanlı birisini göstərək, deyək ki, bax mən nə vaxt sənin yanında olmasam, filan kəsə müraciət edərsən. Bəs o filan kəs ölsə, necə olacaq? Filan kəsin imkanları əlindən çıxsa. İmkanları da əlindən çıxa bilər, yəni o hər an ola bilər. Amma bəs Allah, Allahı tanıdan rəzil olarmı? Evladına Allahı tanıdan, bax, hər şey ondandır. Səndən o aslı olan, səndən olan ancaq Allahın istədiyi kimi olman, qalanı da Allaha. Yəni Allah səni heç vaxt rəzil etməz. Sən əgər Allah deyib dursan, sən əgər hər işində Allaha güvənsən, xeyir işində, sən xeyir əməl üzərə olsan, Allah səni heç vaxt rəzil etməz, heç kimin ayağına verməz. Və Rəzzaq Rəbbim. Bu da ahirətə hazırlıqdır, bilirsiniz mi? Ahirətə hazırlıqdır, bəli, bəli. Rəzzaq Rəbbimiz, yəni Allah Taala'nın 99 adından bizə məlum olan adlar biri də Rəzzaqdır. Yəni hər bir gələn insana ruzusunu əvvəlcədən müəyyən eləyir və insan o ruzu üçün bütün həyatını sərf eləyir, çarpışır, vuruşur, ruzu deyib gəzir. Amma Allah Taala onun ruzusunu müəyyən edib və lazım olanda o ruzunu məhz ona da daha çox lazım olanda yetirir insana.
Heç ruzusuz insan qalmır. Ruzusuz insan yoxdur ki, yəni bu dünyaya gəlibsə, artıq onun ruzusu o ana bətnində 4 aylıq olduğu zaman onun Artıq üçün bəlli təqdir olur. edilib, hə. Yəni o onsuz da ona yazılanın artığını götürə bilməyəcək. Yəni insanlar bu yöndən çaşırlar, azırlar biraz ki, hə filan kəs heç Allahın yolunda deyil, amma bax hər şeyi var, oğuldan, uşaqdan, maldan, dövlətdən. Biz dedik axı bura imtahan yeridir. O onunla imtahan olunur. Başqa birisi də bunların olmaması ilə imtahan olur. Yəni Allah hər kəs istədiyi kimi imtahan eləyir. Əsas odur ki, bu imtahandan uzaq çıxa bilmək. Bunu necə eləmək? Ya özümüzə də, evladlarımıza da, yəni sevdiklərimizə də bunu anlatmaq mütləq lazımdır. Yəni bu həm axirətə hazırlıqda əməlli başlı. Yəni axirətə inanan özünü və sevdiklərini axirət üçün hazırlayacaq. Hətta dünya üçün bir hazırlıqdır bu. Çünki axirətə inananın dünyası da təmin olur. Axirətə inananın dünyası da düzənli olur. Axirətə inanmayanın hər işi pozuqdur. Dünya işləri pozuq olduğu kimi, axirət işləri də lap pozuqdur. Ona görə ki, yəni nə qədər çalışsa da bu dünyada dünya işi üçün bir gün ölüm onu gəlib haqlayacaq. Özü də heç bilmirik nə vaxt. Tezmi, gecmi, haçan? Yəni bir saat ömrümüz varmı, yoxdurmu, heç bilmirik. Hə, gəlsə indi nə ilə çıxacaq Allahın qabağına? Hələ namaz qılaram, hələ eybi yoxdur, bunu da edərəm desək, əgər nə olacaq halımız? Qəlbim təmizdir, Allahı da sevirəm. Bəs necə sevirsən ki, sevdiyinin sözünə baxmırsan? Bəs necə qəlbdir ki, o qəlblə sən heç kimə fayda vermirsən? Özünə faydalı olmayan qəlb kimə faydalı ola bilər ki? Yəni qəlbim təmizdir sözü çox belə bizdə çox dəbdə olan bir sözdür. Necə bilir o təmizliyi, nə bilir, yəni bu necə bir təmizlik? Ölçüdür. Hə. O nə deməkdir, yəni təmizdir? Yəni demək istəyir ki, nə var orada? Mən anlamıram biraz bunu. Ki orada nə var? Ya nə yoxdur? Yəni insan öz ölçüləri ilə yanaşır bu məsələyə, aydın məsələdir. Yəni qəlb Allahı sevmək üçündür. Qəlb Allahın sevgisi ilə Allah doludursa, sevgisinin yeri qəlbdir. qəlbdir, bəli. Bəs necə sevir? O niyə özünü aldadır? Sevsəydi sevdiyini razı salmağa çalışmazdı ki. Bəyən biz sevdiklərimizi dünya işlərində azmı razı salmaq üçün çalışırıq? O qədər çalışırıq ki. İstəyir evladımız olsun, istəyir nəyimiz, kimimiz olursa olsun. O sevdiyimizi razı salmaq üçün daha nələr etmirik ki? Yuxumuza da haram qatırıq, yorğun olsaq da baxmırıq, nə bilim xəstə olsaq da heç onunla da hesablaşmırıq. Gücümüz çatıb çatmadı, yəni hər işin altına giririk, elə deyilmi? Yəni niyə? Çünki sevdiyimizi razı salmaq üçün. Amma Allahın bizdən istədiyi nədir ki? 24 saatdan bircə saatını gün ərzində özü də onu da birdən birə yox, hissə bölüb onu sərf eləmək. Və bu da sənin öz xeyriyyədir. İnsanın yəni özünə lazımdır bu. Və Allah Teala Qurani-Kərimdə buyurur ki, sizin namazlarınıza mənim ehtiyacım yoxdur. Yoxdur ehtiyacı. Nə orucumuza, nə namazımıza ehtiyacı var. Bizim özümüzə lazımdır. Bizi sevməsi səbəbilə, elə Bax, deyilmi? bəli. Bizi yaradı, bizim yəni öz başına buraxmaması üçündür bu. Ki bizi rahatlamaq üçündür. Yəni sanki bir çətinlik yerinə birisini göndərirsən və eyni zamanda onun o çətinliklərini asanlaşdıracaq bir qaydalar verirsən ona. Qaydalar mı deyim, azuqa mı deyim? Yəni onu tam yəni o çətinliklər içindən salamat çıxması üçün səbəblər verirsən əlinə. Bu qədər. Yəni bu səbəbləri bax, bu səbəblərə sarılmaq, bu səbəblərlə yaşamaq. Bu axirətə hazırlıqdır hamısı. Axirətə və ölüm anına. Yəni ölüm üçün, ölümün nə vaxt gələcəyini bilmədiyimiz üçün vaxt yoxdur həqiqətən. Bilmirik çünki. Bugün sağlamıq, bugün danışa bilirik, bugün gözümüz görür, bugün gəzə bilirik. Birazdan onlar hamısı əldən çıxa bilər bir anın içində. Yəni bunu biz gör filan kəs, nə bilim, filan xəstəlik keçirdi, artıq gəzə bilmir, artıq danışa bilmir. Allah qorusun. Yəni artıq filan şey, bəs indi nə olacaq? Amma vaxt var idi, bunlar hamısı var idi onda. O neynədi bütün bunları? Yəni bu imkanlarını necə istifadə elədi? Axirəti üçün bir şey edə bildi mi? Yəni bunlar hamısı ağla təşviqdir. Ağlın işlənməsi üçün sanki Allah Teala ağıl neməti verib deyə
bizi ağlımızın işlənilməsini tələb edir bizdən. Əslində ağıllı olmağın şükrü də budur. Ağıllı məxluq olmağın şükrü odur ki, ağlı istifadə edəsən və lazım olan kimi istifadə edəsən. Yoxsa onun bunun evini yıxmaq üçün, ara vurmaq üçün bundan ötürü də ağıl istifadə edirlər də. Düzdür, orada nəfs daha çox işləyir. Amma yəni o necə deyim axı, o necə planlar qurmaq filan hamısı, amma şər üçün istifadə olundu. Allahın o cür verdiyi bir nemət heyf oldu getdi. Hə. Amma nə qədər dedikodu ilə yaşayanlar, biri-birinin evinin içindəkilərin gününü qara eləməklə, evin içində, yəni bir evdə yaşadıklarına gün verməməklə, onun payını verin, bunun payını verin, bu cür yaşayanlar var. Nə çox. Və sonra da deyir ki, qəlbim tərtəmiz, özüm Allahı sevirəm, əxlaqım da ki, əla. Budur əxlaq. Təəssüflər olsun bu, amma möminin halından danışaq, inananların halından danışaq Nərgiz xanım. Yəni bu dünyanın, yaşadığımız bu dünyanın müvəqqəti olduğu şuurunda olan insanın halından danışaq. Çünki Allah Teala Qurani Kərimdə daha çox ey iman edənlər deyə müraciət eləyir. Çünki iman edənləri daha çox Allah Teala istəyir ki, onlar kamilləşsinlər, təmizlənsinlər, təmiz qəlblə onun huzuruna çıxsınlar. Elə deyilmi? Elə axirətə inan, bax, yəni biz inanan dediyimiz zaman deməli o adam axirətə inanır da. İnanır. Hə. Əgər o axirətə inanırsa, artıq həyatını ona görə düzənləyəcək. Artıq, yəni axirətə inanan adam artıq hərəkətlərinə, sözlərinə bir düzən qoyacaq, bir ölçü qoyacaq. Necə özünü aparmalı olduğunu biləcək. Biləcək. Yəni o bilir nə etməlidir. Yəni bu ağıllıdır deməkdir də. O bilir nə etməlidir, nə danışmalıdır, necə olmalıdır ki, axirəti əldən getməsin. Çünki inanır o. İnanır, bilir ki, bir gün gələcək, o hesaba duracaq, hesab verməlidir. Amma o gün xoşbəxt olanlar da olacaq. Nədən xoşbəxt olanlardan olmasın? Yəni inananlar bundan ötürü çalışsınlar. Yəni Qurani Kərimdə də Allah Teala deyir, inananlar bundan ötürü yaxşı əməllərlə yarışsınlar. Biri-birini keçməyə yarışsınlar. Təşviq edir, yaxşı əməllərdə. Yaxşı əməl Allah yanında nədirsə o, Allah yanında yaxşı əməldən söhbət gedir. Yoxsa Allah üçün olmayan nə qədər yaxşı olursan ol. Yəni Allahın rızasını qazanmaq üçün nə qədər yaxşılıq, Allahın rızasını qazanmaq niyyəti olmadan nə qədər yaxşı olursan ol, onun ancaq bu dünyada faydası olacaq. Yəni bu dünyada sənə də yaxşılıq eləyəcəklər. Yaxşı olasan, sənə yaxşı olacaqlar. Hə, amma axirətə əli boş getmək qorxusu var. Çünki əsas o əbədiyyət yerini düzəltməkdir. Sanki bir köçəcəyin bir yeri bilirsən və oranı düzəldirsən. Yəni ora üçün nələr isə tədarük görürsən. Yəni oranı rahatlayırsan ki, həm də bilirsən ki, orada sən əbədi olacaqsan. Bax, axirətə inanan adam o cür qurur həyatını və ona görə də yaşayır. Qurani Kərimdə Nərgiz xanım, Allaha inam, axirətə inamla birlikdə zikr edilir. Yəni bu imanın şərtlərində də var. Və axirətə iman olmadıqda Allaha iman da bir növ mənasını itirmiş olur. Elə deyilmi? Allaha inanan axirətə inanmalıdır. İnanmalıdır. Çünki Allaha inanan Allahın kitabına inanmalıdır. Allaha inanan Allahın peyğəmbərinə inanmalıdır. Və o kitabda və o peyğəmbərin dediyi sözlərə inanmalıdır. İnanmırsa onda Allaha inanmır əslində o. Axirətə inanmamaq Allaha inanmamaqdır. O necə olur ki, Allaha inanıram, amma onun sözünə inanmıram. Bəs onda Allahın nəyinə inanırsan? Allah buyurur. Bayaq dedik ki, bütün səmavi kitablarda, Tövratda da, Yəni, İncildə məntiqsiz də, heç nə Qurani yoxdur. Kərim, məntiqsiz heç nə yoxdur, bəli. Və Allah Teala bu dünyamızı da ümumiyyətlə yaratdığı hər bir şeydə ahəng dedik, məntiq qoyub, məna qoyub və ağıl verib biz insanlara. Möhtəşəm düzən qoyub. Möhtəşəm düzən qoyub. Möhtəşəm. Sadəcə bir qədər fikirləşmək, diqqətlə baxmaq, düşünmək və
seçmək. Siz Nə təsəvvür eləyin istəyirəm? ki, axirətə inanmaq insan həyatının düzənidir. Baxın, Əməlli başlı. Yəni necə bütün kainatı yaradıb və bütün yaratdıqlarının deməli müəyyən bir vaxta qədər dağılmaması, onun istədiyi vaxta qədər salamat olması üçün düzən qoyub və o düzəni qoruyur. Bax, axirətə iman da, axirətə inanmaq da insan həyatını düzənləmək deməkdir. Əməlli başlı mükəmməl bir düzən. Necə yaşasın? Necə olsun? Rahat olsun, həm də xeyir içində olsun. Rahat olub da ziyanda olmaqdan söhbət getmir. Çünki o rahatlıq müvəqqəti olacaq. O rahatlıq bitəcək və o rahatlığın peşmançılığını çəkəcək. Fikir verin. Amma axirətə inam isə axirətin, bax bu dünyanı elə düzənləyir ki, axirətdə xeyir görəsən, sevinəsən. Onun əlaməti bu dünyada da olur yəni. Yəni o demək deyil ki, sən bu dünyada ağlaya-ağlaya, İslam ağlaya-ağlaya yaşamaq deyil. Bəziləri belə qəribə təqdim edirlər İslamı. Yasdan mərasimdən ancaq ibarət kimi göstərirlər. Elə deyil. O İslam deyil ki. Əsl möminin halı rahatlıqda, sevinç halında, qəlbi nə haldadırsa, sıxıntı zamanında da o haldadır. Ona görə ki, Rəbbinə inanır. O bilir ki, onun başına gələn mütləq xeyirdir. Və Rəbbi haqqında ancaq gözəl zəndədir. Allahdan heç vaxt qula bir ziyan toxuna bilməz. Və yəni ayağına bir daş dəydisə, deməli özündə problem var və həmən neynəyəcək inanan adam? Ya Rabbi, bilmədim, məni bağışla, əfv et və işimi düzənə qoy. Allah qadir olan və mütləq qadir olan onun işini düzənə qoyacaq. Çünki bizim ehtiyaclarımızı o bizdən də yaxşı bilir. Bu anda bizim hər birimizə nəyin daha çox lazım olduğunu ondan başqa kim bilə bilər ki? Heç biz özümüz bilmirik, çünki bir an sonra bizi nə gözlədiyini bilmirik. Amma Allah bilir. Bilir və ona görə bizə yardım edir. Çünki biz nə edirik? İnananlar, bizim ümidimiz onun yardımınadır. Bizim ümidimiz onun verdiyi hidayətə, onun göstərdiyi yoladır. Onun bizə əl tutmasınadır. Biz ümid edirik. Necə ümid edirik? Onun sözünə baxaraq ümid edirik. İnananlar, bəli, onun əməllə, mütləq əməllə, bilirsinizmi, hər şeyin dəlili var. Sevginin də dəlili var, nifrətin də dəlili var. Nifrətin dəlili dava dalaş salmaq olduğu kimi, sevginin də dəlili razı salmaqdır. O sevginin dəlili də əməllə görüləcək. Çünki axı zahirdə kim kimin qəlbini görür ki? Əməlinə baxanda bilirsən ki, hə, bu əməli salih adamdır, deyirsən. Amma əfsuslar olsun ki, namaz qılmayana da əməli salih xeyir. Namaz birinci salih əməl Allaha qarşı olan əməlləndir. Yəni namaz Allahı tanımaq deməkdir. Allahı bilmək deməkdir, ona təvəkkül etmək deməkdir. Namaz Allaha güvənmək deməkdir. Namaz sənin elə bir arxan var ki, yəni elə bir qapı sənə göstərilib ki, yəni o hər zaman üzvə açılmağa hazır və hazır, nəinki hazır, həmişə açıqdır üzvə. Sən ora hər an müraciət edə bilərsən. İstədiyin zaman gedə bilərsən və istədiyini oradan istəyə bilərsən. Sənə yox deyilməz. Elə bir yer. Gözəl deyilmi, rahat deyilmi, düzən deyilmi bu? Bundan da gözəl bir düzən lazımdırmı bir aciz insana? Bəli, aciz insana, bəli. Həqiqətən aciz insana. İnsan bircə bilsə ki, o əslində zəifdir, o əslində acizdir. Özünü çox güclü, çox qüdrətli bilən insan əslində bilsə ki, o yalnız Allaha sığınaraq güclü olur. Allahın ipinə sarılaraq güclü olur. Əks halda həqiqətən o zəifdir. Bir balaca mikrobun öhdəsindən gələ bilməyən insan çoxmu güclüdür, çoxmu qüdrətlidir? Qüdrətlidir, heç qüdrətli deyil. Heç deyil, təəssüf ki. Çox zəif, amma Allah qalib etdiyini edir. Allah müvəffəq etdiyi müvəffəq olur. Yəni ki, kim müvəffəq olur istədiyinə, yəni istədiyində, istədiyi bir şeydə qalibiyyətlə çıxır? Allahın müvəffəq etdiyi, Allahın yardım etdiyi. İstəyir dünya işi olsun, istəyir axirət. Sadəcə dünya işində müvəffəqiyyət axirət üçün bir şey qazandırmır deyə, axirət üçün görülən işləri müvəffəqiyyəti hər iki dünyavı təmin edir. Bu dünyavında rahatlığını
O dünyandır. Bu dünyanın rahatlığı deyəndə bəzən adamlar elə bilirlər ki, rahat demək o deməkdir ki, mütləq sənin çox böyük evin olmalıdır. Mütləq super maşının, nə bilim, filan şey, nə bilim, ehtiyaclan bunlar olmalı. Xeyr. O rahatlıq deyil, rahatlıq qəlbin rahatlığıdır. Çox adamlar var ki, hər şeyləri var, amma heç özlərinə rahatlıq tapmırlar. İstədikləri zaman dünyanın hər yerinə gedə bilirlər, amma yenə rahat deyirlər, yenə getməyə yer axtarırlar. Çünki rahatlaşa bilmirlər, ona görədir. Huzur tapa bilmirlər. Ruhları rahat deyil. Elə Eləsinə, qəlb rahat deyil. qəlb rahat deyil. Çünki niyə? Qidasını ala bilmir. Ona qidası üçün Allahın zikri, Allahın ona verdiyi nə üçün o yaradılıb? Bax, o lazımdır. Yəni, o qəlbin rahatlığının olması, təmin olması nə ilə olacaq? O nə ilə rahatlıq taparsa onu verdiyin zaman rahat olur. Amma ona əksinə, onu pozan, qəlbi pozan şeyləri verirsən, qidalandırırsan, o qəlb necə olmalıdır ki, xəstələnəcək də. Xəstələn baxırda nə olacaq? Öləcək. Öləndə də nə olacaq? Sənə ziyan verəcək. Nə özünə xeyirli, nə ətrafına. Amma inanan insan, mömin insan özünə də xeyirli, ətrafına da xeyirlidir. Amma bilirsinizmi, bir şey də var, tək namazla olmur. Namaza başladın, əlhəmdülillah. Amma indi bax, sənin dinivin tələblərini öyrən. İmkanlar əlhəmdülillah indi çox. Yəni, öyrən gör, nə lazımdır axı? Daha nə lazımdır ki, bu namazı hələ qoruyub saxlaya biləsən əlində? Namaza başlayıb nədən atırlar? Ona görə ki, o bilmir ki, namaz onu atır, o namazı atmır. Ona görə ki, namazını qoruyacaq, başqa amillərə o sarılmadı. Qəlbi pozuq qaldı, qəlb hələ qidalanmır, qəlb istədiyini tapa bilmir. Namaz onun üçün hərəkətlərdən başqa bir şeye çevrilmir. Amma o imanı qorumaq, o imanı cilalamaq, o ancaq elmlə İman hələ olacaq. onların qəlbinə enməyib. İman onların qəlblərinə ensin ki, qəlb rahatlasın və o görəcəyi işlər onun üçün asanlaşsın. Nərgiz xanım, bir sözlə axirət inancı qədər insan ruhunu yüksəldən, insan həyatını tənzim eləyən, insanı layiq olduğu mərtəbəyə yüksəldən başqa bir inanc yoxdur. Eləmi? Yoxdur. Yoxdur. Axirət inancı. Çünki bütün başqa nə varsa, nə inancla bağlı nə varsa bunlar axirət inancına bağlı məsələlərdir. Bayaq dediyimiz kimi dünya həyatı müvəqqəti imtahan yeri, köçəcəyimiz bir yer və burada etdiyimiz əməllərdən asılıdır bizim axirətimiz. Baxın, bu qədər önəmli bir Allaha məsələ. inanan axirətə inanmalıdır. Əgər birisi, yəni bax belə deyə bilərlər də, axı mən inanmıram, mən nə edeyim? İnanmırsan, Allahdan istə. Çünki həqiqətən biz buna inansaq da, inanmasaq da bizim qəlblərimizin halı Allahın əlindədir. Bu inamı da bizə verəcək olan odur. Yəni biz eşitdikmi? Yəni ağlımızla dərk etdik ki, deməli bizi Allah yaradıb və Allahın bizdən müəyyən tələbləri var ki, əbədiyyət yerinə biz əbədiyyət yerində rahat bir yerə qovuşaq, rahat bir yerə, yəni nemətlər içində olaq deyə. Yəni əbədiyyət yerində rahatlığa, sevincə qovuşmaq üçün bizdən tələb olunan o şeylər var. Yəni bunları etmək üçün çalışmalı və bunları öyrənmək mütləq. Elmsiz heç nə mümkün deyil. Axı elmsiz heç bir işi görmək olmur axı. Yəni hətta elementar bir paltar tikmək ya nə bilim bir iş görmək üçün də elm lazımdır. Yəni müəyyən bir bilgilər lazımdır. Bəs necə olur ki, o boyda əbədiyyət yurdunu qazanmaq üçün elm əldə etməyə heç səy göstərməyəsən? Nərgiz xanım, proqramımızın sonuna yaxınlaşırıq. Biz bir saat müddətində axirətə inam, çox ciddi bir məsələ, yəni həyati bir məsələ haqqında danışmağa çalışdıq, müəyyən informasiyanı verdik. Mən sizə təşəkkür eləyirəm. Deməyə sözünüz varsa buyurun, yəni son bir neçə kəlməyə imkanımız var. Mən dua edirəm hamımız üçün. Allah Teala inamımızı artırsın. Amin. İmanımızı kamilləşdirsin. Allah Teala bizi müvəffəq etdiyi qullarından etsin. Amin. Amin. Təşəkkür eləyirəm sizə. Hörmətli dinləyicilərimiz, Allah Taala'nın bizə məlum olan 99 adından, Əsma-i Hüsnasından Əl-Vacid adının mənasına diqqət edəcəyik bugün. Əl-Vacid heç bir şeyə ehtiyacı olmayan, istədiyini istədiyi vaxt tapa bilən, hər şeyi var edən deməkdir.
O bizim ürəyimizi, ağlımızı, bütün varlığımızı qüdrət əli ilə tutan, onu axtaran, onu diləyən bəndəsinə qapılarını açıb özünü tapmasına kömək edəndir. Ya Vəcid, varlığını anlatmağa söz kifayət etməz, var olanlar səninlə vardır. Varlığının öncəsi yoxdur, öncələr səninlə vardır. Varlığına son yoxdur, sonralar səninlə vardır. Varlığına bəhanə yoxdur, hər an səninlə vardır. Bizi bizsiz, bizi sənsiz buraxma. Amin. Allah Taala'nın ipinə möhkəm sarılaraq yaşamaq arzusu ilə sizinlə sağollaşırıq, hörmətli dinləyicilərimiz. İnşallah gələn şənbə saat 11-də Space Radiosu FM 104 dalğasında yenidən sizinlə görüşərik. Sağ olun, Allah amanında qalın.